Ya Fatıma Zəhra. Allahu Ekber. İran yenidən zərbələr endirdi. Regionda gərginlik daha da artdı. Amma diqqət çəkən bir detal var. Hədəflər çox idi. İsrail isə onların arasında yox idi. Bu təsadüfdür, yoxsa Tehran bilərəkdən ən təhlükəli rəqibinə toxunmur? Çünki İsrailə atılacaq bir raket təkcə yeni hücum deyil. O bütün müharibənin istiqamətini dəyişə biləcək qərar ola bilər. Məhz buna görə son hadisələr Yaxın Şərqdə yeni bir sual yaradıb. İran İsraildən çəkinir, yoxsa daha böyük qarşıdurmanın qarşısını almağa çalışır? Politolog Natiq Mirinin fikrincə Tehran hazırki mərhələdə Amerika Birləşmiş Ştatları və İsraillə eyni vaxtda geniş miqyaslı qarşıdurmaya girmək istəmir. Çünki İsrailin mümkün cavabı əvvəlki əməliyyatlardan tamamilə fərqli ola bilər. Söhbət təkcə raket zərbələrindən getmir. İranın hərbi sənaye müəssisələri, enerji infrastrukturu, logistika şəbəkəsi, strateji hərbi obyektləri, bir sözlə ölkənin uzun illər ərzində qurduğu əsas imkanlar risk altına düşə bilər. Tehran bunu hesablayır. Ona görə də ritorika sərt olsa da addımlar daha ehtiyatlı görünür. Ancaq bu İsrailin prosesdən kənarda qalması demək deyil. Əksinə, Təl-Əviv uzun müddətdir fərqli təhlükəni izləyir. İsrail hesab edir ki, hər atəşkəs İran üçün vaxt qazanmaq deməkdir. Vaxt isə yeni raketlər, yeni müdafiə sistemləri və bərpa olunan hərbi potensial deməkdir. Buna görə İsrail üçün problem bugünkü hücum deyil. Problem sabah daha güclü İran ehtimalıdır. Məhz bu yanaşma Təl-Əvivin niyə sərt bəyanatlar verdiyini izah edir. İsrail dəfələrlə xəbərdarlıq edib ki, İran və ya onun dəstəklədiyi qüvvələr tərəfindən ediləcək istənilən hücum cavabsız qalmayacaq. Bu xəbərdarlıq təkcə Tehrana yox, bütün regiona göndərilmiş mesajdır. Belə vəziyyətdə İranın seçim imkanları daralır. Bir tərəfdə ABŞ ilə davam edən gərginlik, digər tərəfdə isə hər an münaqişəyə qoşula biləcək İsrail. Məhz buna görə Tehran hazırda müharibənin coğrafiyasını genişləndirmək istəmir. Ancaq risk bununla bitmir. Analitiklərin diqqət çəkdiyi başqa bir istiqamətdə var. Hörmüz boğazı. Dünya enerji daşımalarının mühüm hissəsi bu marşrutdan keçir. Burada yaranacaq hər hansı yeni qarşıdurma artıq təkcə İran və ABŞ məsələsi olmayacaq. Bu, enerji bazarına, daşımalara, neft qiymətlərinə və qlobal iqtisadiyyata təsir göstərə biləcək hadisəyə çevrilə bilər. Bu səbəbdən Vaşinqton da prosesin nəzarətdən çıxmasını istəmir. ABŞ-nin hesablaması ondan ibarətdir ki, gərginlik müəyyən səviyyədə saxlanılsa, diplomatik kanallar tam bağlanmaya bilər. Lakin bu planın nə qədər işləyəcəyi hələ də açıq qalır. Çünki İran daxilində sərt cavab çağırışları artır. İsrail isə hərbi hazırlığını azaltmır. Belə bir şəraitdə kiçik bir səhv qərar böyük müharibənin başlanğıcına çevrilə bilər. Natiq Mirinin fikrincə, hazırki mərhələdə tam siyasi razılaşma ehtimalı zəif görünür. Daha real ssenari gərginliyin mərhələli şəkildə böyüməsidir. Bu isə o deməkdir ki, qarşıdurma birdən-birə yox, addım-addım genişlənə bilər. Elə buna görə İranın İsrailə toxunmaması gərginliyin azalması
kimi qiymətləndirilmir. Əksinə, bu tərəflərin hələlik son həddi keçməməyə çalışdığını göstərir. Amma həmin həddin harada başladığını heç kim dəqiq bilmir və bütün risk də məhz buradadır. Çünki müharibələr bəzən ən böyük zərbə ilə deyil, yanlış hesablanmış bir qərarla böyüyür. İranın indiki davranışı da göstərir ki, Tehran İsraillə birbaşa toqquşmanın qiymətini anlayır. Ancaq Yaxın Şərqdə hadisələrin inkişafı göstərir ki, bu ehtiyatlılıq sonsuza qədər davam etməyə bilər. İndi əsas məsələ tərəflərin nə dediyi deyil, onların növbəti addımıdır. Çünki həmin addım regionun təhlükəsizlik mənzərəsini tamamilə dəyişə bilər. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.